Narazıyam. Bu vaxta qədər dinməmişəm. Susmuşam. Ətrafıma baxıb ürəyimdə sızlamışam. Amma bildirməmişəm. Susmaq qızıldır, kəlamını üstün tutmuşam. Amma daha bəsdir. Səbrim çatmır. Ürəyim bu yükü daşıya bilmir, boğuluram. Eşit məni vətən evladı. Mən narazıyam. Narazıyam 20% torpağı işğal altında qalan dövlətin paytaxtında. Bir dənə də olsun hərbi vətənpərvərlik ruhunda plakatın olmamasından narazıyam. Narazıyam neft-qaz ölkəsi olan Azərbaycanda vətəndaşların evlərini qızdıra bilməməsindən. Vətəndaşların enerji haqqını vermə imkanlarının məhdud olmasından narazıyam. Vətənində İslam dinini boğub, azam səsini kəsib, bütpərəstliyi yayan, kilsəni qoruyanlardan narazıyam. Günü gündən işsizliyin sayının artmasından narazıyam. Televizorda milli dəyərlərimizi unutturacaq şit verilişlərdən, onların aparıcılarından narazıyam. Təhsil sistemindəki özbaşınalıqdan, rüşvətxorluqdan, dilənçilikdən, verilən tərbiyədən, təhsildən narazıyam. Narazıyam bu monopoliyadan, bu krallıqdan, bu ağalıqdan. Burada mənəm Bağdadda kör xəlifə deyən yekə qarın həyasızlardan narazıyam. İllər mən özünü ev tikib, yuva düzəldim. Şəhər sakinlərini məcburi evlərindən bayıra attırıb, evsiz qoyan. Amma təhki itinin qardirobunun 5000 manat dəyəri olan Aygün Kəzimovaya dövlət büdcəsindən prezidentin ev verməsindən narazıyam. İş yerlərində məcburi yapçılaşma rejiminə narazıyam. Ən əsası narazılığı ifadə etməkdən qorxanların acizliyindən narazıyam. Vətən evladım, sakit dayanma. Səsinə səs ver. Axı mən narazıyam.